Şeyx Süleyman Ər-Ruheyli Hafizəhullah Şərh Kitabul Fitən Fitnələr kitabını şərh edəndə buyurur ki, Zəkara əhlül ilim babitən lil fitnə. Elm əhli, alimlər fitnənin nə olduğunu izah etmək üçün qayda qoyublar. Yəni, fitnə nədir? Və ya necə bilək ki, bu fitnədir? Bunun üçün nizam qoyublar. Babit, qayda. Və deyiblər ki, diqqətlə fikir verin, Kullu mə yəşğalu sahibuhu anillah fəhuvə fitnə. O şey ki, insanı Allahdan məşğul edir, o şey fitnədir. Allahu Akbar. Qayda. O şey ki, sahibini Allahdan məşğul edir, o şey fitnədir. Və Allah təbarək və təala istəyirəm ki, işlənənlər üçün faydalı etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.